Hər vaxtınız xeyir olsun, əziz qrup üzvləri. Bugün sizlər üçün ən vacib olan mövzulardan birini izah edəcəm. Deməli, bu mövzumuz hansı mövzudur? Təhsilə aid sənədlərdən izah edəcəm. Yəni, Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları mövzusunun izahını edəcəm. Yəni, dövlət standartları ən mühüm mövzulardan biridir. İstər direktorların işə qəbul imtahanında bu sualdan verilir. Yəni, direktor müavinləri üçün müsahibədə ola bilər. Ümumiyyətlə, müəllimlərin işə qəbulunda, sertifikasiyasında, həm test imtahan mərhələlərində, müsahibə mərhələlərində verilən bir mövzudur. Ən vacib mövzulardan biridir. Çünki bir müəllim Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartlarına nələr aiddir? Bunu hər bir təhsil verən bilməlidir və bugünkü mövzumuzda həm də dərsin təşkilinə qoyulan tələbləri, yəni təhsil verənlər üçün ən vacibdir ki, bir müəllim bilməlidir ki, pedaqoji təhsilin təşkilində hansı prinsiplərə riayət etməliyik, pedaqoji prosesi təşkil edənə nə nəzərdə tutulur? Deməli, Azərbaycan Respublikasının ümumi təhsilin dövlət standartlarına nələr aiddir? Ümumiyyətlə, standart sözü sizə demişdim, bir ölçüdür. Yəni, standart bir ölçüdür. Buna alt standart keçəndə də demişdim. Yəni, təhsilimizin ölçülməsi, yəni Azərbaycan təhsili hansı meyarlara görə ölçülür? Yəni, nələr olarsa standart proqramı reallaşmış olacaq. Deməli, ilk öncə Azərbaycan Respublikasının dövlət standartlarında ümumi təhsilin məzmunu birinci məzmun olacaq. Ümumiyyətlə, məzmun deyəndə nə başa düşülür? Hər yerdə də eşidirik bu məzmun sözünü biz. Şagirdlərə deyirik ki, ay qızım, dərsin məzmununu danış. Yəni, məzmun deyəndə nə başa düşürük? Yəni, yadında nə qalıb, əsas burada nədən danışılır? Yəni, əsas hadisə nədən ibarətdir? Bunu soruşuruq şagirddən biz. Ümumi təhsilin məzmunu dedikdə, bizim şagirdə ötürdüyümüz informasiyadan söhbət gedir. Yəni, ümumi təhsilin məzmunu nədən ibarətdir? Biz təhsil alana, şagirdə təhsil verən olaraq nəyi ötürməliyik, nəyi çatdırmalıyıq? Deməli, ümumi təhsilin məzmunu necə olmalıdır? Yəni, məzmunu ötürən zaman nəyi nəzərə almalıyıq? Deməli, ümumi təhsilin məzmununda biz şəxsiyyət yönümlülüyü nəzərə almalıyıq, şagird yönümlülüyü nəzərə almalıyıq, tələb yönümlülüyü nəzərə almalıyıq, nəticə yönümlülüyü nəzərə almalıyıq, inteqrativliyi nəzərə almalıyıq, qiymətləndirmə standartlarını nəzərə almalıyıq. Yəni, bir sözlə, kurikulumun bütün prinsiplərini, bütün xüsusiyyətlərini nəzərə almalıyıq. Şagirdə ötürdüyümüz məzmunda şəxsiyyət yönümlülüyü ona görə nəzərə almalıyıq. Şagirddə idraki ünsiyyət, psixomotor bacarıqlar, milli bəşəri dəyərlər formalaşdırmalıyıq. Şagirdə ötürdüyümüz informasiyada ona görə şagird yönümlülüyü nəzərə almalıyıq ki, şagirdin istedad və qabiliyyətini üzə çıxarmalıyıq. Potensial gücünü, ona görə tələb yönümlülüyü nəzərə almalıyıq ki, dövrün zamanın tələbləri ilə yaxlaşmalıdır. Ona görə nəticə yönümlülüyü nəzərə almalıyıq ki, əvvəllər ənənəvi təhsildə keçib sonda nəticəyə çatırdıqsa, indi nəticə öndədir. Biz nəticəyə çatmaq üçün yol axtarırıq. Ona görə inteqrativliyi nəzərə almalıyıq ki, şagirdə ötürdüyümüz informasiya tam olmalıdır. Bütün fənləri bir-biri ilə bağlamalıyıq. Bağlaya bilmiriksə, həyatla bağlamalıyıq. Ona görə qiymətləndirmə standartı nəzərə alınmalıdır ki, ənənəvi təhsildə yalnız bilik formalaşırdı, amma indi biliyin bacarığa çevrilməsi, yəni təhsil alanın nailiyyət səviyyəsi. Nailiyyət də deyəndə bacarıq nəzərdə tutulur. Yəni, indi biz nailiyyətə, bacarığı qiymət veririk. Yəni, kurikulumun bütün prinsiplərini, xüsusiyyətlərini biz şagirdə ötürdüyümüz məzmunda nəzərə almalıyıq və məzmunda daha nələri nəzərə almalıyıq? Biz daha çox bilik yönümlü tapşırıqlara deyil, tətbiq yönümlü tapşırıqlara daha çox üstünlük verməliyik. Yəni, şagirdə təkcə biliyi deyil, bacarığı, həyati vərdişləri formalaşdırmalıyıq. Ona görə də ümumi təhsilin məzmununda bax saydıqlarım nəzərə alınacaq və standart proqramın növbəti səviyyəsi hansıdır? Deməli, ümumi təhsilin idarə olunması növbəti səviyyə bundan ibarətdir. Ümumi təhsili idarə edən kimlərdir? Əlbəttə ki, təhsil verənlər. Bəs təhsil verənlər deyəndə nə başa düşülür? Müəllimlər, loqopedlər, metodistlər, tutorlar.
Deməli, bunlar hamısı təhsil verənlərdir. Yəni, təhsili ötürənlər, öyrədənlər nəzərdə tutulur. Yəni, idarə edənlər bunlardır. Bəs idarə edənin üzərinə nə düşür? İdarə edənin üzərinə, deməli, hesabatlılıq, məsuliyyətlilik və inkişafın monitorinqi, yəni bu üç xüsusiyyət düşür. Deməli, hesabatlılıq ona görə düşür ki, hər kəs hesabat verir, öyrədəndir. Ona görə məsuliyyətlilik üzərinə məsuliyyət düşür. Ona görə inkişafın monitorinqi, çünki inkişafı yoxlayır. Deməli, müəllim şagirdin inkişafını izləyir, direktora hesabat verir, üzərinə məsuliyyət düşür onun. Direktor müəlliminin, məktəbinin inkişafını izləyir, üzərinə məsuliyyət düşür, sektoruna hesabat verir, eləcə də sektorda regionala hesabat verəcək, məsuliyyət düşəcək və məktəbləri monitorinq edəcək. Deməli, ümumi təhsili idarə edən üzərinə nələr düşdü? Hesabatlılıq, məsuliyyətlilik və inkişafın monitorinqi. Bu, ümumi təhsili idarə edənlərə aiddir. Növbəti səviyyə ümumi təhsilin maddi-texniki bazasıdır. Ümumi təhsilin maddi-texniki baza biraz da Lori dildə deyəcəm. Tam aydın izah edim ki, yəni yadınızda qalsın ki, burada maddi söz var. Maddiyyat nədir? Puldur. Var dövlətdir. Yəni deyirlər ki, filan kəsin maddi gücü çatmadı filan işi görməyə. Deməli, məktəbin də maddi texniki bazası məktəbin var dövlətidir. Məktəbin var dövləti nə ola bilər? Onun partası, kompüteri, lövhəsi, şkafı, məktəbdə olan əyani vasitələr onda məktəbin zənginliyidir. Var dövlətidir. Yəni kitabxanada olan kitabları, emalatxanada olan, idman zalında olan avadanlıqları, deməli bunlar maddi texniki bazadırlar. Deməli maddi texniki baza, ümumi təhsilin bunlar nəzərdə tutulur. Bəs ümumi təhsilin infrastrukturu, növbəti səviyyəmiz infrastrukturdur. Bəs infrastruktur nəyə başa düşür, necə başa düşülür? Infrastruktur, struktur sözü bir quruluşdur, quruluş. Yəni, məktəbin quruluşu, məktəbin binası, yardımçı binaları, yəni onun istiliyin təminatı, işıqla təminatı, internet təminatı, yəni bunlar artıq infrastruktura aiddir və kadr təminatı. Bu da infrastruktura aiddir. Yəni, direktor özü infrastruktur, direktor mavini infrastruktur, yəni məktəbin quruluşuna aiddir. Yəni, əzizlərim, maddi texniki baza dedikdə daşınan əmlak nəzərdə tutulur. İnfrastruktur isə daşınmaz əmlak nəzərdə tutulur. Deməli, infrastrukturda artıq sizə aydın oldu. Növbəti səviyyəmiz nə olacaq? Təhsil verənlərin keyfiyyət göstəricisi, təhsil verənlər əlbəttə ki, öyrədənlərdir. Təhsil verənin keyfiyyət göstəricisi nə ola bilər? Bir müəllimin bahalı paltar geyməsi olmayacaq ki, təhsil verənin keyfiyyət göstəricisi, müəllimin savadlı olması, yəni öz ixtisasını gözəl bilməsi, dünya görüşünün yüksək səviyyədə olması, cəmiyyətdə nüfuzlu biri olması, yəni bir müəllim savadlı ola bilər, amma qeybətçildirsə, nə bilim olub-olmayanı danışırsa, yaxşı ilə pisə fərq qoya bilmirsə, etik davranışı yoxdursa, nə olsun ki savadlıdır? Yəni o ağı qaranı seçmir, yalançıdır. Yəni tez şayiələrə uyandır, hər şeyə tez inanandır. Yəni bunlar təhsil verənin keyfiyyətini aşağı sala bilər. Yəni bu o demək deyil ki, təhsil verən bahalı qızıl taxmalıdır, bahalı brend paltar geyinməlidir. Yəni buna görə o keyfiyyətlidir. Xeyr, təhsil verənin keyfiyyət göstəricisi müəllim üçün nə qədər yüksək xarakter, xüsusiyyət varsa, hamısı təhsil verənin keyfiyyət göstəricinə aiddir. Savadlı olmaq, nüfuzlu biri olmaq, hörmətli biri olmaq, etik davranışlarına əməl etmək, hətta səliqəli geyinmək, müəllim kimi geyinmək, məktəbə aktrisa kimi deyil, toya gedir kimi deyil, məktəbə şalvar, spor ayaqqabı kimi geyimlər deyil, yəni kollektivlə olan hörməti, yəni cəmiyyətdə müəllim əgər bir mağazada alış-veriş edirsə, orada nə gəldi danışır deyirsə, satıcı ilə oradakilərlə xoşa gəlməz rəftar edirsə, bu da təhsil verənin keyfiyyət göstəricisini aşağı salacaq. Axı müəllim cəmiyyətin yol göstərənidir. Rol model olmalıdır, rol model. Hər kəs müəllimə bənzəmək istəyir. Təhsil verənlərin keyfiyyət göstəricilərinə aiddir.
Növbəti səviyyəmiz isə təhsil alanların bilik bacarıq səviyyəsinə yiyələnməsidir. Təhsil alanlar kimdir? Təhsil alanlar şagirdlərdir. Onların bilik bacarıqlara yiyələnmirsə, yenə standart proqramı reallaşmayacaq. Yəni bu o deməkdir ki, təhsil alanlar da bu bacarığa sahib olmalıdırlar. Təhsil verən o qədər savadlı olsun ki, bunu alan şagird yoxdursa, yenə standart reallaşmayacaq. Hələ artı var, bura kimi olanı bir də başa qayıdacağam sizə. Mənim demək istədiklərim nədir? Yəni, burada dayandırdım. Hələ standart proqramı davam edəcək. Baxın, birinci nə dedim? Ümumi təhsilin məzmunu. Tutaq ki, ümumi təhsilin məzmunu yerindədir. Yerindədirsə əgər ikinci nə dedim? Ümumi təhsilin idarə olunması. İdarə edən yerində deyilsə, məzmun o nə qədər yerində, nə dərəcədə yerində olsun, standart reallaşmayacaq. İndi idarə edən də yerindədir, ikinci də yerindədir, məzmun da yerindədir, idarə edən də yerindədir. Gəldik indi maddi texniki bazaya. Maddi texniki baza yoxdursa, biri var informatika dərsində müəllim deyə ki, klaviatura budur, monitor budur, ay uşaqlar, bax budur, sistem blokudur, bunu göstərə deyə. Bir də var ki, ağzından deyə ki, sistem bloku budur, yəni bu filan şeydir. Məsəl üçün, bu delete düyməsidir, bu F5 düyməsidir. Bunu şifahi demək ara, bunu göstərmək ara. Deməli, yenə də, əgər maddi texniki baza yoxdursa, standartın reallaşmasında problem yaranacaq. Əgər kimyəvi reaksiyanın şagird o maddi texniki bazdan laboratoriyada özü görəcəksə, onun yadında daha yaxşı qalacaq. İnsanın bədən quruluşunu, skeletini gözü ilə görən daha yaxşı yadında qalacaq. Yoxsa, onu müəllim şifahi olaraq öyrədəcək. Əlbəttə ki, infrastruktur da, yəni maddi texniki baza olanda o daha yaxşı yadda qalan olacaq. Deməli, ona görə yoxdursa, yenə burada axsama olacaq. İndi maddi texniki baza da var. Oradan buradan müəllim tapdı, gətirdi, laboratoriya düzəltdi. Hər şey yerindədir, canlı olaraq göstərilir, amma istilik yoxdur. Şagird donur, üşüyür, məktəbdə istilik yoxdur və yaxud dərsin yarısı, məsələn, ucqar yerlər var ki, şükürlər olsun, artıq ucqar yerlərimizə belə yeni məktəb binaları tikilir. Artıq kəndlərimizdə necə gözəl binalar tikilir. Bunun üçün biz cənab prezidentimizə minnətdarıq. Təhsilə ayırdığı o diqqətə görə, təhsil işlərinə ayırdığı diqqətə görə elə gözəl məktəblər tikilir ki, hətta şəhər məktəblərini kölgədə qoyur. Hal-hazırda işğaldan azad olmuş torpaqlarımızda necə möhtəşəm məktəblər tikilib. Artıq layihə plandır, digər məktəblərdə olacaq. Yəni, aman olmayanlar da var, indi plandadır. Müəllimlərin əziyyəti danılmazdır. Müəllim əgər bir dərsin yarısına qədər soba yandıracaqsa, bir dərsin yarısına qədər vaxtı gedəcəksə, yenə də standart proqramın reallaşmasında problem olacaq. İnşallah yeni məktəblərimiz davam edir, tikilir ardıcıllıqla. Deməli, bu da vacibdir. Deməli, infrastruktur da vacibdir. İndi infrastruktura qədər hamısı var. Məzmun yerində, idarə edən yerində, maddi texniki baza yerində, infrastruktur yerində. İndi təhsil verən savadlı deyil. Azmı var ki, yəni gözəl məktəblərimiz, orada savadlı müəllim yoxdur, riyaziyyatı yaxşı bilən yoxdur dərindən. Məsəl üçün, deməli, təhsil verən də deməli bu yüksək keyfiyyətlə malik olmalıdır ki, standart proqram reallaşsın. Deməli, bu da vacibdir standart proqramında. Təhsil verən keyfiyyətli deyilsə, yəni onun başqa xarakterlə söhbət getmir. Yaxşı qaynana ola bilər, yaxşı qaynatı ola bilər, yaxşı bacı ola bilər. Söhbət bundan getmir, onun savadından gedir. Yenə də deməli standart reallaşmayacaq. Bura qədər hər şey yerindədir. Təhsil alan yerində deyil. O ala bilmir. Yəni, tutaq ki, evdə təhsilə cəlb olunan şagird məktəbdə təhsil alır. Yəni, o qavraması olmayacaq ki, yenə standart proqram reallaşmayacaq. Deməli, mən şagird oxumur, öyrənmir deyə bir şeyləri qəbul edə bilmirəm. Hər zaman mən bunu vurğulayıram. Yəni, bir şagird niyə öyrənməz ki? Sağlamlığı yerindədirsə öyrənməlidir. Öyrənmirsə, strategiya dəyişilməlidir. Yox, əgər öyrənmirsə, biz nə qədər desək, onun başına girmirsə, deməli, o evdə xüsusi təhsilə cəlb olunacaq şagirddir. Nəyə görə biz onu zorla gətiririk, axı öyrənə bilmir? Yəni, hansısa sağlamlığında, tutaq ki, məhdudiyyət var.
Sağlamlıq imkanları məhduddur, inklüzivdir. Yəni ona görə də əzizlərim, təhsil alan da bunu alma bacarığına sahib olmalıdır. Bura qədər gəldik standart proqramında. Standart proqramda növbəti səviyyəmiz isə olacaq təhsil alanlarda formalaşdırılan səriştələr. Əzizlərim, deməli, səriştə nədir? Ümumiyyətlə, hər zaman eşidirsiniz hər yerdə səriştə əsaslı təhsil, səriştə yönümlü təhsil. Nədir səriştə? Həyatda eşidirsiniz deyirlər, filan kəs çox səriştəli aşpazdır. Niyə deyirlər? Çünki bacarıqlar dörd-dörtlükdür. Elə xörək bişirir ki, dadı damağımızdan getmir. Əladır, çox səriştəlidir. Filan kəs çox səriştəli dərzidir. Bunu niyə deyirik? Çox gözəl paltar tikir. Sanki elə bil brend mağazada olan paltarlar kimikdir. Çox səriştəlidir, bacarıqlıdır. Filan kəs çox səriştəli xanımdır. Ev şirniyyatları bişirir. Barmaqları qızıldır. Biz səriştəli kimə deyirik? Yəni o şey ki, onda bacarıq da vərdişə çevrilir. Yəni artıq onu göz yumulu da desəm bu işi görəcək. Deməli ona görə də səriştə mənimsənilmiş bacarıqlardır bir sözlə desək, mənimsənilmiş bacarıqlardır. Yəni bunun adını belə qoyaq, biz ömür boyu insanla yol yoldaşı olan bacarıqlardır. Bizim canımıza, qanımıza hopmuş bacarıqlardır ki, artıq o vərdiş olub. Deməli, səriştə nədir? Bu sualın cavabıdır. Deməli, 3 cür səriştə vardır. Dəyərli qrup üzvləri. 3 cür səriştəmiz var. Onlar təfəkkürlə bağlı səriştələrdir, fəaliyyətlə bağlı səriştələrdir və bir də təfəkkür səriştəsi, fəaliyyət səriştəsi, bir də dəyər səriştəsidir. Yəni 3 səriştəmiz var. Deməli, birinci təfəkkür səriştəsindən danışacağıq. Təfəkkür səriştəsi deyəndə, yəni insanın məntiqi düşüncəsinin olması, tənqidi düşüncəsinin olması, yaradıcı düşüncəsinin olması, qərar qəbul etməsi, problem həll etməsi, deməli bunlar təfəkkür səriştəsidir. Yəni insanın təfəkkürü ilə bağlıdır. Yəni məntiqi düşüncəsi olmayan insanın təfəkkürü ola bilməz. Yəni yaradıcı qabiliyyəti olmayan insanın təfəkkürü ola bilməz. Bir insanın əgər dəyər vermirsə, böyüyünə, kiçiyinə hörmət, şəhədinə dəyər vermirsə, onun dəyər səriştəsi olmayacaq. Yəni bunların hamısı deməli insanın bacarığıdır, onun vərdişidir. Deməli təfəkkürlə bağlı səriştə məntiqi düşünmə, yaradıcı düşünmə, tənqidi düşünmə, qərar qəbul etmə, problem həll etmə, bunlar təfəkkürlə bağlıdır. Bəs fəaliyyətlə bağlı olan səriştələr hansılardır? Əməkdaşlıq etmək, maliyyə savadlılığının olması, rəqəmsal bacarıqlarının olması, ünsiyyət bacarıqlarının olması, bunlar hamısı aiddir fəaliyyət səriştəsinə. Yəni əgər bir şagird paylaşmağı bilirsə, bacarırsa, əməkdaşlıq etməyi bacarırsa, ünsiyyət qurmağı bacarırsa, bu onunla bir ömür boyu gedəcək. Məktəbi bitirəndə də, ali məktəbdə oxuyanda da, kollecdə oxuyanda da, həyatda da, yəni Eldar xanım olanda da, yəni ünsiyyət qurmağı bacarır, dil tapmağı bacarır, əməkdaşlıq etməyi bacarır. Yəni biz onu məktəbdə şagirdə formalaşdırmalıyıq. Sonra var orada rəqəmsal bacarıqlar. Rəqəmsal bacarıqlar, yəni artıq həyatımızın içinə girib demək olar ki, yəni bir şagirdlərdə kompüter bacarıqları məktəbdə planşetdən istifadə etmək, kompüterlərdən istifadə etmək, yəni bu bacarıqları məktəbdə ümumi təhsil pilləsində formalaşdırmalıyıq. Çünki hara işə gedirsə, soruşurlar ki, PowerPoint işləməyi bilirsən, Excel-də işləməyi bilirsən, Word-də yazmağı bilirsən. Yəni artıq olar ki, bütün hər yanda hər bir yer üçün maraqlıdır. Ona görə də rəqəmsal bacarıqlar və bir də maliyyə savadlılığı, bunu da biz ümumi təhsil pilləsində formalaşdırmalıyıq ki, yəni bir şagird qənaət etməyi bilməlidir, bədxərclik nədir, yəni qənaət etmək nədir, büdcə nədir, ailə büdcəsi nədir, dövlət büdcəsi nədir, yəni bunları bilməlidir. Nəyə görə bir şagird kiçik yaşlarından, kiçik siniflərdən büdcə anlayışını bilməsə, yəni biz bunu onda vərdişə səriştəyə çevrilməliyik ümumi təhsil pilləsində. Çünki məktəbi bitirəndə artıq aparıb evini qoyacaq banka, gedib özünə bir maşın alacaq, sonra maşını vuracaq bir ağaca, maşını da getdi, evdə getdi, bilməyəcək ki, yaşayış yerini aparıb banka qoyub
maşın almaq olmaz. Bu bizim ocağımızdır. Deməli, bu vərdiş kimi formalaşmalıdır ki, gələcək həyatında həyati bacarıq kimi onda bir ömür boyu getsin. Ömür boyu yol yoldaşı olsun. Və bunu yenə deyirəm, bəzi adamlar bunu dırnaqarası qəbul edirlər. Deyirlər ki, yəni oxuyur da, oldu da, bunu dedilər, öyrəndim, imtahan verdim, amma hər bir müəllim bunu məktəbdə etməlidir. Bütün şagirdlərin xüsusi olaraqdan 8, 9, 10, 11-in şagirdlərindən, onlarla fərdi olaraq söhbət aparıram, diferensial yanaşıram. Onlara ümumi söhbətlərimiz olur, fərdi də olur. Yəni, onlar müəllim yanından çıxıb hara gedirlər, pulu harda xərcləyirlər, günlük xərcləri nə qədərdir, ailələrinə nə qədər pul gəlir. Yəni, onlara onları danışmaq lazımdır. Məsəl üçün, öz övladım, məsəl üçün, 11-də oxuyanda deməyəcəm ki, neçə qəpik xərcləmisən. Deyəcəm ki, yəni, məsəl üçün, qəpik verməyəcəm. Deyəcəm, səhər yemisən, gün ortada gəlib evdə yeyəcəksən. Məktəbdə sənə səhərlə gün orta arasında sənə nə lazımdır? Yəni bu qədər yetərlidir. Artıq pul neynəyəcəksən sən? Yəni, məktəbdə şagird neynər o qədər pulu? Yəni, bəzən də mənə deyir, uşaq deyir ki, bəs onun anası bu qədər verib. Mən deyirəm ki, məsəl üçün, o verib, mən verə bilmərəm. Yəni, Allah bütün bağları qorusun. Ona görə uşaq vaxtından uşaqları israfçılıq etməməyə öyrətmək lazımdır. Yəni, pullarını ətrafa çox xərcləməməyə öyrətmək lazımdır onları. Davam edirik. Deməli, biz standart proqramından danışırdıq. Standart proqramında ümumi təhsilin məzmunu, ümumi təhsilin idarə olunması, ümumi təhsilin maddi-texniki bazası, ümumi təhsilin infrastrukturu, təhsil verənlərin keyfiyyət göstəricisi, təhsil alanların bilik, bacarıq səviyyəsi, ümumi təhsil pilləsində təhsil alanlarda formalaşdırılan səriştələr, bunlar haqqında danışdıq. Deməli, səriştələr haqqında da məlumat verdim. Təfəkkür səriştəsi, fəaliyyət səriştəsi, dəyər səriştəsi, bunlar haqqında dedim. İndi isə ümumi təhsildə dərsin təşkilinə qoyulan tələblər haqqında danışacağım. Buna pedaqoji prosesin təşkili prinsipləri də deyilir. Çox vacibdir. Yəni, bir müəllimin gündəlik olaraq deməli, dərsində istifadə etdiyi metodlar hamısı bununla bağlıdır. Bir direktor müavininin gedib müəlliminin yoxlaması üçün, yəni nələri yoxlayacaq, nələri tələb edəcək müəllimlərindən. Bir direktor müavininin, məsəl üçün, dərs dinləmələr etmək lazımdır və dərs dinləmələrdə bunu nəzərə almaq lazımdır ki, yəni oturduğumuz, dinlədiyimiz dərsdə müəllim bunları nəzərə alırmı? Bu pedaqoji tələbləri, yəni pedaqoji tələblərə əməl edilirmi? Bir müəllimdən hansı tələblər gözlənilir? Bir də bunu deyim ki, indi sizə sayacağım bu tələblər şagirdlərə aid deyil, müəllimin təşkilatı aspektidir bunlar. Yəni, təhsil alan üçün deyil, şagird gəlir məktəbə, bəzən dərs dinləmələrdə görürük ki, yəni, dərsləri yoxlayanda yazırlar ki, motivasiya, yəni, baxın, bu motivasiya sözünün m-sı belə şagirdi lazım deyil. Yəni, bu müəllimin özü üçündür. Yəni, durub ora yazaq ki, məlumat mübadiləsi, əvvəllər ki, dərsin 7 mərhələsi var idi, artıq o 7 mərhələ götürülüb, tamam başqadır. Dərsin planlaşmasını keçəndə izah edəcəm sizlərə. O şagird üçün deyil, müəllim üçün onu yazsın. Ay uşaqlar, indi mübadilədəyəm, indi müzakirədəyəm. Yəni, bunlar müəllimin özü üçündür, təhsil verən üçündür ki, o bilsin ki, hardadır. Yəni, onu dinləyənlərə də elan etmək lazım deyil. Dinləyən özü bilməlidir ki, sən dərsin düzgün qurmusansa, deməli sən hardasan, dərsin harasındasan. Zaten dinləyən onu orada bilir, tapa bilir, başa düşür, qulaq asanda bilir ki, bir müəllim problem qoyubmu, yoxsa hazır şəkildə məlumatla mı başlayır? Problem situasiya yaradıbmı, şagirdlərə nəticəyə yönəldibmi, təlim nəticələrini düzgün qoyubmu? Deməli, ona görə də bugün indi sizə izah
edəcəyim dərsin təşkilinə qoyulan tələblər məhz müəllimə aiddir. Yəni müəllim necə etməlidir? Bu da bütün müəllimlərə aiddir. Yəni milli kurikuluma aiddir. Fən kurikulumu yalnız bir fənlə bağlıdır. Məsələn, coğrafiyanın kurikulumu sırf coğrafiya ilə bağlı məsələlər ortadadır. Məsəl üçün, tarixin kurikulumu tarixlə bağlı məsələlər orada öz əksini tapır. Amma milli kurikulumda olanlar isə bütün fənlərlə bağlıdır. Yəni, geniş səviyyədə olandır. Bugün sizə o saydığım, indi sayacağım dərsin təşkilinə qoyulan tələblər də bütün müəllimlər üçün lazımdır. Deməli, bu tələblərdən birincisi, yəni fərq yoxdur, birinci oldu, ikinci oldu. Yəni, bunlar nəzərə alınmalıdır. Pedaqoji prosesin tamlığı, əzizlərim. Baxın, həyatda biz kimə tam deyirik? Həyatda biz deyirik, filan kəs tamdır, dörd dörtlükdür. Özü də gözəldir, savadı da əladır, xeyirxahtır, ünsiyyətçildir. Maşallah olsun ki, dörd dörtlükdür deyirik. Baxın, dərsin də dörd dörtlük olmasıdır tam olması. Dərsin tam olması, dərsin inkişaf edici, tərbiyə edici və öyrədici olmasıdır. Yəni, bir müəllim əgər dərsdə bu üç prinsipi nəzərə alırsa, tam dərsdir. Yəni, öyrədici, inkişaf etdirici, tərbiyə edici. Bu nə deməkdir? Yəni, dərsi öyrədici olması, şagird öyrənir. Mən şagirddən öyrəndiyimi soruşuram. Öyrənib. Bilirəm ki, bugün şagird dərsi öyrəndi. Dərsi inkişaf edici olması odur ki, yəni inkişaf ediciliyi odur ki, yəni şagird yəni növbəti dərslərdə bunu necə tətbiq edəcək? Bugün tutaq ki, mən ismin hallanmasını keçmişəmsə, sonra mənsubiyyətə görə dəyişməni keçəcəm. Sonra tutaq ki, ümumi və xüsusini keçəcəm. Yəni inkişaf edir şagird, irəliyə doğru gedir. Əvvəlki dərslərin üzərində inkişaf edir, irəli gedir. Və dərsin tərbiyə edici olması odur ki, bu öyrəndiyim dərsin mənim üçün faydası nədir? Bir şagird bilsə ki, bugün öyrəndiyi onun üçün faydası yoxdur, harda istifadə edəcək bundan? Heç vaxt öyrənməz. Bugün biz təbiətdə suyun dövranı mövzusunu keçiriksə, şagird bilməlidir ki, suyun aqreqat halı, yəni bu maye halı, buxar halı, yəni buz halı, yəni bunu biləcək, tutaq ki, buz olmasının bizə nə əhəmiyyəti var, buxar olmasının bizə üçün nə xeyri var. Bunun üçün əgər o əhəmiyyətini bilmirsə, deyəcək ki, nəyimə lazımdır? Öyrənmirəm. Və yaxud da ki, şagird bugün enli yarpaqlı ağaclar haqqında öyrənirsə, enli yarpaqlı ağacların əhəmiyyətini anlamırsa bizim üçün, yəni onun üçün faydalı deyil, deməli tam dərs deyil. Sadəcə öyrənmə xatirinə öyrəndi, enli yarpaqlar ağaclar haqqında danışdı, amma bu dərs tam dərs deyil. Bugün şagird əgər kvadrat tənlik mövzusunda diskriminantın düsturunu bildirsə, amma tətbiq eləyə bilməyəcəksə kvadrat tənlik üzərində, yenə də bu dərs tam deyil. Yəni, tətbiq bacarığı yoxdur, sadəcə olaraq əzbərlədi. Bugün dərsdə şagird fotosintezin tərifini öyrənib əzbərləyib danışır, amma fotosintez prosesini insan üçün nə üçün lazımdır? Bitkilər, yəni günəş istiliyi ilə oksigenin, yəni xaric eləyəcək, karbon qazını udacaq, bu bizim üçün də faydalıdır. Bunu anlamırsa, sadəcə əzbərlədi, öyrəndi, getdi. Heç bir əhəmiyyəti yoxdur. Çünki tərbiyə edici deyil. Yəni, buradakı tərbiyə edici, əzizlərim, o demək deyil ki, şagird səs salacaq, müəllim də ona deyəcək ki, sakit dur və yaxud da kimsə kimi lağa qoyacaq. Bu, tərbiyəsizlikdən və tərbiyəlilikdən söz getmir burada. Mövzunun tərbiyə ediciliyindən söhbət gedir ki, biz hər gün dərsin sonunda mərcim soruşmalıdır ki, bugün öyrəndiyimiz bizim üçün nə faydası var? Yəni, nə olur olsun, bütün fən müəllimləri, məsələn, tarix müəllimi, bugün vətən müharibəsi haqqında dərs keçdik, Səfəvilər haqqında dərs keçdik. Bizim tariximizin yəni, əhəmiyyəti haqqında soruşuram. Bunu anlamırsa, bu tam dərs deyil. Necə ki, Ağadadaş Ağayev oxuyur, deyir ki, bu var, bu yoxdur. Məsəl üçün, deyir, bir var, biri yoxdur. Yəni, filan şeyi bilir, məsəl üçün, bunu demir. Məsəl üçün, müəllim tərəvəzlər haqqında dərs keçir, amma tərəvəzlərin bizim üçün əhəmiyyətindən danışmır. Deməli, bu dərs tam dərs deyil. Deməli, pedaqoji prosesin tamlığı. Burada iki prinsip var. Şəxsiyyət yönümlülük və şagird yönümlülük. Enlən kurikulumun prinsipinə necə demişik, burada da elə deyirik. Yəni, şagird yönümlülük şagirdin istedad və qabiliyyətini üzə çıxardır. Şəxsiyyət yönümlülük də
deməli idraki, ünsiyyət, psixomotor bacarığı var, milli bəşər dəyərlər var. Eyni ilə orada izah etmişəm, şagird yönümlülük, şəxsiyyət yönümlülük eynidir. Deməli, dərsin təşkilinə qoyulan tələblərdən biri inkişaf yönümlülükdür. Əzizlərim, inkişaf yönümlülük nədir? Müəllim şagirdin qavrayıb qavramamasını, anlayıb anlamamasını yoxlamırsa, deməli inkişaf yoxdur. Yeni mövzuya keçir. Bugün şagird əgər oxuya bilmirsə, yəni qiraəti yoxdursa, şagird oxuyub anlamanı necə yerinə yetirəcək? Oxuyub anlama tapşırığı necə yerinə yetirəcək? Deməli, direktor imtahanında da deməli imtahanında da ona deməli bunun üçün də əgər bir müəllim məsələn imtahanlarda da, müəllim olaraq sertifikasiya imtahanlarında gedənlərdə də, yəni baxın artıq savadlı məsəl üçün deyirlər ki, bir müəllim öz ixtisasını düzgün, yaxşı bilməlidir. Öz ixtisasını gözəl bilməlidir ki, o yaxşı direktor olsun, kimisə yoxlaya bilsin. Yaxşı müəllim olmalıdır ki, yaxşı dərs keçə bilsin. Deməli, nədən söhbət gedir? Baxın, burada deməli, idraki, ünsiyyət, psixomotor bacarıqlar. Yəni, üzr istəyirəm, inkişaf yönümlülükdən danışıram, üzr istəyirəm. Deməli, inkişaf yönümlülük odur ki, şagird inkişaf gedəcəkdir. Yəni, bunu qavramırsa, o birisinə niyə keçirəm? Bunu qavramayıb axı. Bunu qavrayacaq ki, növbətiyə keçəcəm. Deməli, inkişaf yönümlülük, əzizlərim, formativ qiymətləndirmə ilə bağlıdır. Əgər inkişaf yoxdursa, formativ yoxdur, formativ yoxdursa, inkişaf yoxdur. İkisi bir-biri ilə bağlıdır. Deməli, inkişaf yönümlülük formativlə deməli, bacı qardaşdır. Sizə sual versələr, inkişaf yönümlülük hansı qiymətləndirmə ilə bağlıdır? Formativ, yəni izləmədir burada. Şagirdin fəaliyyətini izləyəcəyik, addım-addım izləyəcəyik. Deməli, dərsin təşkilinə qoyulan tələblərdən biri də stimullaşmadır. Yəni, bir şagirdi necə stimullaşdıracaq, övladımızı necə stimullaşdırırıq? Ana qurban, çox sağ ol, nə yaxşı bunu elədin. Bax, bunu əla eləmirsən, bəyəndim. Bəyənməyəndə də deyir ki, ay qızım, ana qurban, bax bu tortun şəkərini çox eləmirsən. Gələn dəfə şəkərini biraz azalt. Deməli, biz ona rəy verdik. Necə rəy? Gələcəkdə ona konstruktiv rəy deyəcəyik. Onu bəyəndiyimizi də dedik, bəyənmədiyimizi də dedik və bəyənmədiyimizi necə bəyan edə bilərik? Onu da dedik. Deməli, ona görə harda stimul sözü varsa, açar söz rəydir. Yəni, rəylə stimul qoşa gedir. Deməli, müəllim şagirdə konstruktiv rəy verirsə, şagird stimullaşma gözlənilir. Konkret yol göstərmirsə, müəllimin verdiyi rəy şagirdə həvəsdən salırsa, deməli, stimullaşma pozulub. Yəni, biz şagirdə düzgün rəy verməliyik. Gələcəyə yönəlik rəy deyəcəyik ona. Gələcəkdə, gələcəyə yönəliklə formativ keçəndə biraz da bunu dərinləşdirəcək. Sadəcə bugün adını çəkirik burada. Deməli, stimullaşma necə olur? Müəllim şagirdə düzgün rəy verir və konkret yol göstərir. Bu da məhz stimullaşmanın gözlənməsi, fəaliyyətin stimullaşmasıdır. Dərsin təşkilinə qoyulan tələblərdən biri də dəstəkləyici mühitdir, əzizlərim. Deməli, dəstəkləyici mühit nədir? Şagirdi biz necə dəstəkləyə bilərik? Həyatda insanları, dostumuzu, yoldaşımızı necə dəstəkləyirik? Məsələn, bir dostumuzun gedirik yanına, ya ona maddi dəstək göstəririk, ya da mənəvi dəstək göstəririk. Maddi dəstək budur ki, məsələn, malımızdan, pulumuzdan hədiyyə alırıq, ona nəsə alıb aparırıq, yəni ad gündə ona bir üzük ala bilirik və yaxud evinə gedirik, nəsə bir əşya alırıq, bahalı, bu maddi dəstəkdir. Görürük nə yoxsa alırıq. Amma mənəvi dəstək deyəndə o sevgimizdir də, ona verdiyimiz sevgidir, mənəviyyat. Pulla ölçülə bilmir artıq bu. Pis günündə yanında oluruq, yaxşı günündə yanında oluruq. Nəsə bir problem olanda tez başın üstünü kəstiririk ki, sənə qurban nə edə bilərəm, yanında olum, dəstək olum, yəni məsləhətlər veririk. Bu da mənəvi dəstəkdir. Baxın, şagird də eynən belədir. Yəni, şagirdə maddi texniki baza nə olacaq? Məktəbin o maddiyyatının olması, partasıdır, lövhəsidir. Deməli, bu zaman dəstəkləyici mühit gözlənilir. Kitabxanası var məktəbin, tutaq ki, idman zalı var, yəni avadanlıqları var, hər şeyi var. Deməli, burada dəstəkləyici mühit gözlənilir. Hətta bu da ola bilər ki, məktəbin idman zalı var, amma avadanlığı yoxdur.
Zal var, avadanlıq yoxdur, onda dəstəkləyici mühit pozulacaq. Laboratoriya var, avadanlıq yoxdur. Yəni bunun var olması o demək deyil, binası var, içi yoxdur. Ola bilsin ki, laboratoriya var, amma avadanlıqlar yoxdur. Bu da yenə də dəstəkləyici mühitin pozulmasıdır. Yəni bunun maddiyyat tərəfidir. Bəs bunun mənəviyyat tərəfi nədir şagird üçün? Necə ki dostumuza dediyimiz kimi, yəni məsələn müəllim şagirdinin sevməsi, onda neqativləri deyil, pozitivləri görməyə bacarmasıdır. Nə var ki, neqativləri, necə ki deyiblər ki, insanlarda tikanı görməyə nə var ki? O, qönçəni, ləçəyi görmək lazımdır. Məsəl üçün, insanlar var ki, dünya gözəlini də göstərsən, onda bir səhv tapacaqdır. Yəni, bu insanlar öyrəşib də kiməsə qulp qoymağı. Ona görə də, deməli, mənəvi dəstəkdən söhbət gedir burada. Şagirdi, deməli, o pozitivləri görməyə bacarmaq lazımdır şagirdi. Şagirdi gərginlikdə saxlayacaqsa dəstəkləyici mühit pozulacaq. Çünki sağlam mühit yoxdur. Deməli, sağlam psixoloji mühitin olmaması dəstəkləyici mühitin pozulmasıdır. Yəni, sinifdə konflikt var, münaqişə var, səs-küy var, test izahatını demişdim də, münaqişədir, səs-küy, deməli, buna baxmır, öz işindədir, WhatsApp-da yazışır, nə bilim, o dostu ilə, qohumu ilə və yaxud da ki, orada jurnal yazır, şagird qırır, bir-birini öldürürlər. Yəni, orada bir-birinə yumruq atır, konflikti artır. Deməli, bu dəstəkləyici mühitin pozulmasıdır. Çünki sağlam mühit yoxdur. Sağlam psixoloji mühit pozulub. Deməli, maddi texniki bazanın olmaması və sağlam mühitin olmaması, şagirdin, deməli, bir-birinə düzgün davranmaması, bunlar məhz dəstəkləyici mühitin pozulmasıdır. Əgər bunlar yerindədirsə, pozulmayacaq. Dərsin təşkilinə qoyulan tələblərdən biri də təlimdə bərabər imkanların yaradılmasıdır. Deməli, bərabər imkan deyəndə bəziləri elə bilir ki, bərabər imkan, yəni elə hamıya eyni tapşırıq verməkdir. Hamıya eyni təlim şəraitinin yaradılmasıdır. Bəli, təlim şəraiti, amma təlim şəraiti o demək deyil ki, mənim sinifin bütün uşağına eyni tapşırıq verəcəm. Əslində, bu bərabər imkanların pozulmasıdır. Yəni, hamıya eyni tapşırıq vermək, biz şagirdlərin təlim ehtiyaclarını nəzərə almalıyıq, tapşırıqları müxtəlif səviyyələrdə verməliyik. Əgər bütün şagirdləri nəzərə alırıqsa, inklüzivliyi gözləyirik. İnklüzivliyi, yəni bizim birazdan inklüzivliyə də toxunacağam. Amma bərabər imkanlarda biz əsas açar məqam kimi nəyi yadda saxlamalıyıq? Deməli, bərabər imkanlar odur ki, şagirdlərə seçim imkanı vermək. Yəni, bugün məsələ keçirəm, tutaq ki, şagirdlərə deyirəm ki, uşaqlar, bugün X-la eləyə bilərsiniz tənlik qurmaqdan, amma baxıram ki, mənim şagirdim cədvəl qurmaqdan eləyir. Etsin də nə olacaq ki, cədvəlin olanda nə olur ki, şagird ali məktəbə gedib imtahan verəndə, sınağa gedəndə, orada ona deyirlərmi ki, bunu ya cədvəllə elə, ya tənliklə elə, ya da məsələn iş məsələsi, yəni etsin də, nə olacaq ki, seçim imkanı verməliyik. Necə eləyirsən elə, axırda eləmək üçündür. Mənə bugün veriblər ki, bu alt standart reallaşdır, hansı yolla eləyir, eləsin. Mən hər zaman müəllimlərdən danışana deyirəm ki, istəsən əyani vəsaitlə öyrət, istəsən sözlə öyrət, yəni istəyirsən qrup işi ilə öyrət, istəyirsən cütlə elə, cütlərlə elə, istəyirsən fərdə elə, istəyirsən əlindən tut, istəyirsən musiqi qoy öyrət, idman elə öyrət, yetər ki, sonda alt standart reallaşsın. Deməli, ona görə də deməli, bərabər imkanlar şagirdlərə seçim imkanı verməkdir. Yəni, seçim imkanı veririk ki, hansı yolla istəsən tapşırıq eləyə bilərsən. Tutaq ki, mən esse vermişəm, bu esselərdən hansı sənə uyğundur, seçim imkanı verməliyik ki, birini seç yaz. İnşallah da onun kimi. Deməli, şagirdlərə seçim imkanı vermək, hamıya eyni təlim şəraitinin yaradılması, bu bərabər imkanların gözlənilməsi olacaq. Dərsin təşkilinə qoyulan tələblərdən biri də inklüzivlikdir. İnklüzivlik, sağlamlıq imkanları məhdud şagirdlərin nəzərə alınması. Bu da inklüzivliyə ayrı mövzu kimi də keçəcəyik. Yəni, sadəcə olaraq burada inklüzivlik, yəni müəllim gözü zəif olan şagirdləri, qulağı zəif olan şagirdləri nəzərə alınmalıdır. Məsələn, müəllim gözü zəif olanı arxa partada əyləşdiribsə,
burada inklüzivliyin pozulmasıdır. Qulağı zəif eşidəni arxada elə bir yerləşdə əyləşdirirsə, qulağında aparat varsa, eşidə bilmir, ayağında narahatlıq varsa, deməli bunlar hamısı inklüzivliyin pozulmasıdır. Yəni sağlamlıq imkanları məhdud şagirdləri nəzərə alınması, yəni təlim mühiti hər kəs üçün əlçatan olmalıdır. Hər kəs üçün əlçatan olmalıdır. Yəni əgər müəllim qrup işi zamanı sağlamlıq imkanları məhdud şagirdləri nəzərə alıbsa, təlim şəraitini hər kəs üçün əlçatan edibsə, inklüzivliyin gözlənilməsidir. Və ən son təlimin təşkilinə qoyulan tələblərdən ən sonuncusu məktəb-valideyn münasibətlərinin tənzimlənməsidir. Biz bilirik ki, təhsil prosesinin iştirakçılarının biri də valideynlərdir. Demişdik ki, təhsil alanlar, təhsil verənlər və valideynlər. Deməli, valideynlər məktəblə davamlı əlaqə saxlaya bilər, bu onların hüquqlarıdır. Valideyn məktəbə təklif verə bilər, bu da onun hüququdur. Valideyn iclasında iştirak edə bilər, bu da onun hüququdur, amma etməyə də bilər, vaxtı yoxdursa etməyə bilər. Valideyn məktəbə maddi dəstək göstərə bilər. Maddi dəstək göstərər, amma bu onun vəzifəsi deyil, hüququdur. Yəni, bir dipçək ala bilər, hər hansı bir tablo alıb hədiyyə edə bilər sinifə, amma o bunun vəzifəsi deyil ki, mütləq etməlidir. Hüququdur, istəsə edər, istəsə etməz. Biz valideynlərlə davamlı əlaqə yaratmalıyıq, gəlib övladı ilə maraqlansın, təhsili ilə, tərbiyəsi ilə maraqlansın. Yəni, məktəb, valideyn, şagird üçbucağını biz möhkəm təməlini qurmalıyıq ki, valideynlər davamlı övladları haqqında məlumatlı olsunlar. Çünki şagirdlər günün çox hissəsini valideynlərin yanında keçirirlər. Biz onlarla bu əlaqəni sıx yaratsaq, bu da şagirdlərin akademik göstəricilərinin nailiyyətlərinə təsir edəcək. Əziz qrup üzvləri, əziz müəllimlər, deməli, ümumi təhsilin dövlət standartları haqqında bizim izahımız bu qədər.